Təbaşirləri, eləcə də gilləri. Hər gili yox, yəni Astana gili. Gördüyünüz Astana gili. Bacardığınız qədər nəm eləyin, nəm suya salın. Baxın, belə bir görüntü yaranacaq. Bir orta kusoku. Baxın, burası nəmdir, görürsünüz. Belə nəm olacaq, daha sonra belə özünə parçalanacaq. İstər təbaşirlər, istər Astana gili. Eləcə də Türkistan gilləri də belə lay formada parçalanır. Belə bir dadına baxın bunu. Nəm halda həqiqətən dadı fərqlidir. Olduqca da gözəldir. Baxın, üstü nəmdir, parçalanır, içi belə. Bəlkə də normalda olan dadının 5-6 qatı, 10 qatı qədər, yəni dadı tündləşir. Çox qəşəng olur dadı. Hal-hazırda əlimdəki Astana 2-dir.